Herkese salam. Saat bu dəqiqə 10-dur. Yəni sizə video çəkmək üçün səhərdən durmuşam və vaxtı gözləyirəm ki, vaxt gəlib çatsın və video çəkim. Bu mənim ikinci anımdır ki, danışacağam yenə. Belə bir edit eləməyə fikirləşirəm artıq. Videolarımın tutması üçün artıq editlər falan eləyəcəm videoların içində. O vaxt yay tətili idi və mən uşaqlarla velosiped sürdüm. Və siniflə sürmürdüm, yəni siniflə əlaqəm yox idi. Normal velosipedimi sürürdüm. Bir dənə qaqaş gəldi, dedi ki, qaqaş olar velosipedimizi sürək. Mən də atam demişdi ki, kim istəsə verməm. Mən də dedim, atam yoxdur da, bilməyəcəyəm. Qoy verim, qoy sürsünlər. Bunlar deməli getdilər, yoxa çıxdılar. Axtardıq, tapanmadıq. Sonra bir dənə yerdə çıxdı. Tutduq onların hamısını. Dedik, qaqaş düşün velosipedimizdən. Bunlar bizim velosipedimizin birisini qırıblar. Mənimki deyilmiş şükür. Mənimkində çox cızıq tapıldı. Amma mənimki bir ay keçmədi, skor satmadı. Yəni o gündən sonra xarab oldu. Dostumki ilə mənimki eyni idi, əsas odur. Dostumdakı da xarab olurdu, mənimki də. Yəni tez xarab olan marka almışdıq biz. Doğrusu sürürdük normalde. Mən birinci skorsa sürürdüm. Çünki skorsum atmırdı. 2-də sürürəm həmişə. Amma bir çox yavaş getdiyi üçün biri sürər. Dostumun da skorsu göstərgəsi xarab olub. Yəni göstərmirdi. O ki biz də o vaxt uşaq olduğumuz üçün bilmirdik də. Yəni skors neçədə zətdadır. Sonra getdik uşaqlardan soruşduq. Uşaqlar dedi ki, sənin velosipedində heç nə yoxdur. Sənin velosipedin sağlamdır. Skorsu da 2-dədir. Bir dənə skorsun qırmızısı işləmir. Mənə dedi ki, sənin qaqaş skorsun davayda 7 sənin skorsun. Ya dəyişməlisən skorsun, ya da usta yaparmalısan. Mən də yaxşı dedim və hələ 3-4 ay velosiped mən belə birinci skorsda qaldı. Mən də dedim ki, düzələn zat deyirlər, düzəldən deyirlər. Axırdan amma dedim, anam dedi ki, atama zəng gəlsin, aparsın, düzəltdirərik. Mən də dedim, hə, yaxşı, atama zəng dedim. Atam dedi ki, gələn 5 dəqiqəyə narahat olma, gəlib apararıq, düzəltdirərik. Mən də dedim, yaxşı, atam gəldi, 5 dəqiqə keçmədi, apardıq, maşınsız təbii ki, mən sürə-sürə, əzab çəkə-çəkə getdim birinci skorsda. Getdim, sonunda heç nə. Atam düzəltdirdi və ikinci skorsdan da evə qayıtdım. Təzə günlər başladı. Və artıq videonun sonuna gəldik. Sağ olun, salamat qalın.